Real Madrid halal. Hər bir insanlıq dostlarım, bilirik ki, işləriniz qaydasındadır. Siz Peña Blancas YouTube kanalındasınız və əlbəttə ki, bizim Halal Madrid podkastımızın 10-cu buraxılışıdır. Bugün həqiqətən maraqlı mövzuları sizinlə birlikdə müzakirə edəcəyik. Sadəcə biz burada adi, sadə, prostoy, real azkeşləri, öz prostoy, sadə komandamızı müzakirə edirik və siz də cavab olaraq şərhlərdə öz fikirlərinizi yazırsınız. Bugün həqiqətən bir neçə oyunu müzakirə edəcəyik. Bəzilərini qısa, bəzilərini daha uzun. Amma bizim artıq ənənəvi triomuzu da sizə təqdim etmək özümüzə borc bilirəm. Vinicius klubdan getsə, o şəxs də klubunu dəyişəcəkmi? Bu haqda fikirləşməyə dəyməz, çünki bu möhtəşəm insanın konkret ifadəsi var ki, heç bir vecimə deyil, əsas odur ki, Real qalib gəlsin. Bizim Telegram kanalımızın admini və idarə heyətimizin üzvü Lətif. Birbaşa prostoy yox, bax birbaşa zəng eləyir Xabi Alonso, deyir ki, Franco Mastantonunu da mən meydanda görməyim və Xabi Alonso deyir ki, baş üstə Fərman müəllim, bizim köhnə madridistamız və fanklubumuzun üzvü Fərman. Hamını salamlayıram. Mən həmçinin idarə heyətinin üzvüyəm və Telegram kanalının adminiyəm. Mənim favorit oyuncularım sadəcə 3 oyunda almadal öz qolları ilə bizə qələbələr gətirir və bu möhtəşəmdir. Ona görə mənim keyfim Vinicius, Mbappe, Bellingham. Vinicius son 3 oyunda qol vurmayıb. Deməli, uzaqlıq baxımından. Qol dedim də, mən uzadırsan. Vinicius'un soxmalıdır hər yerdə. Nəysə. Gəlin ilk öncə qısaca başa düşürəm ki, hər birinizin istəyi odur ki, biz burada başlayaq. Bu möhtəşəm, yuxarı belə dərəcəli El Clasico-nu müzakirə edək, amma qısaca Getafe və Juventus haqqında danışmalıyıq. Əslində heç danışası deyildik Getafe haqqında, amma madəm ki, Juventus özünə görə bir böyük bir Getafedir, biz məcburuq bu iki komanda, yəni oyununu deyirəm, əlbəttə ki, tarixdən söhbət belə gedə bilməz. Biz məcburuq hər iki bu möhtəşəm komandanı müzakirə edək. İlk öncə Getafedən başlayaq istəyirsinizsə. Yeganə komandadır ki, İspaniyada faiz nisbətində bütün azarkeşləri belə saysan, Realdan, Barcelonadan çox Getafedən nifrət edirlər. Çünki onların üzdən 30 yaşlı oxşayan, amma əslində 70 yaşı olan baş məşqçisi Bordalas sadəcə mənim başqa bir adım yoxdur, cındır futbol oynadır və bununla fəxr eləyir və orada balaca o Madridin kənarında bir balaca bir yerdir də. Hər kəs orada bu komandaya fəxr eləyir, amma biz fəxr eləmirik, çünki adətən onlarla oynayanda kimsə zədələnir. Və bu Getafe oyuncusu olmur. Sizin fikirləriniz nədir? Getafe oyununa bağlı. Bu arada Real Madrid 1-0 hesabı orada qalib gəldi və bu əlbəttə ki, El Clasico qabağı çox vacib bir məqam idi. Vinicius'un meydana çıxıb rəqibə 2 kart, qırmızı kart aldırması da xüsusi bir məqamdır mənə görə. Çünki Vinicius adətən özü qırmızı kart alır, amma belə görür ki, cəmaət ümumiyyətlə, belə deyək də, mən ümumi, sırf Getafe ilə oyun haqqında yox, ümumi Real Madridin son vəziyyəti haqqında biraz danışmaq istəyirəm. Çünki Getafe ilə oyun haqqında, Getafe ilə düzdür, daha üstün tərəf biz olmalıydıq, elə də oldu. Yenə oyunun əvvəllərində, haradasa biraz komandada artıq nisbətən daha tez oyuna fokuslanırdıq. 15-20 dəqiqə, artıq son oyunlarda nisbətən daha tez oyunlara fokuslanmağa başlamışıq. Getafe ilə oyunda sadəcə olaraq bir məsələ var ki, Mbappe daha çox, yəni qısa konkret keçəcəm, Mbappe daha çox qol şansları yaradırlar son oyunlarda Mbappe'yə. Və mənə görə biraz daha diqqətli olaraq son epizodlarda artıq biz daha böyük hesablı qələbələr görəcəyik. Çünki Mbappe çox formdadır bu mövsüm. Eyni zamanda bizim Jude Bellingham də artıq yavaş-yavaş formasına qayıdır. Sağ olun. Çox sağ olun. Birbaşa uşaqlar bugün izindən üzr istəyirəm. Səbir gətirsin, deməli yaxşı eşidəcəksiniz bu asqırıqları. Vinicius da formasına qayıdır, Bellingham formasına qayıdır. Arda Güler pis oynamır, hər nə qədər El Clasico edində gələcək, El Clasico'da səhv eləsə də. Yəni Militao da formasına qayıdır yavaş-yavaş. Ümumən baxanda komandada yavaş-yavaş hiss olunur ki, bəzi işlər qaydasına düşməyə başlayır. Biraz daha dəqiqlik dediyim kimi son zərbələrdə olsa, mənə elə gəlir ki, daha iri hesablı qələbələr görəcəyik. Getafe ilə oyun pis keçmədi. Nəticəyə oynadılar, normal da oyun oldu. Məncə bugün ancaq mən söyləyəcəm komandanın da, heç kimdir. 3 oyunun 3-ündə də. Mənə bir şey çatmır ki. Olmur da qardaş. Sözsüz günümüz olmur. Bu komanda niyə uzaqdan zərbə endirmir də? Getafe ilə oynayırsan, başa düşürəm, hamı müdafiəyə otursan, realsan. Sənə qarşı qalan 16-15 klub müdafiəyə oturacaq. İndi Barcelona və digər klublar, bir neçə klubu istisna hal götürsək. Vurdu uzaqdan da. Gəlirsən, topu görürsən ki, keçmir də aradan da. Niyə? Vurmursan. Tchouaméni vura bilir. Valverde'nin zərbəsi maşallah. Militao özü vurur.
Mbappé'nin özü vurur, Arda vurur, Bellingham, hamısı zərbə vuran oyuncular. Bunlar elə bil ki 2010-un Barcelonası topu qapıya çatdırıb elə boş qapıya vurmaq istəyirlər. Bir də Carreras'dan xoşum gəlmir. Mən məhz Getafe oyunda öz-özün allatdığı o topu. Artıq demək istəyir ki, çaşma, amma nəysə, amma Yox, düzəltdi ki, Getafe oyunu. Getafe oyununda bəli, çox biabırçı oynadı. Öz-özün alladırdı. Getafe oyunu. Bilirsən, bizdə sol cinata Marcelo'dan sonra kim gəlirsə, cürbəcür problem yaşayır da. Carreras da belə bir insandır ki, ona Barcelona oynamaq daha rahatdır nəinki Getafe ilə. Başa düşdüm indi, sən götürmüşdü 2 dəfə oynamayacaqsan ki. Amma ümumiyyətlə belə komanda normal oynadı. 3 xaldı. Nəticə üçün. Fərqdə nəticə lazımdır. Fərqi yox, sən 10-0 utdun, yoxsa 1-0 utdun. 3 xal. Bizim bu mövsüm başlayan podkastlarda dediyimiz kimi komanda nisbətən zəif komandalara qarşı, özündən zəif komandalara qarşı sırf nəticə üçün oynayacaq. Buna görə də bizim La Liqanı qazanma şansımız rəqiblərə nisbətən, Barcelona, Atletico Madrid nisbətən bu il daha yüksəkdir və böyük ehtimalla əgər bu gedişlə davam eləsək, mənə gəlir ciddi çətinlik yaşamayacağıq. Ümumiyyətlə sırf La Liqadan öyrəşmişik ki, Real xarakterir deməli vacib orta komandalarla. Adətən belə olurdu. Barcelona tez-tez çempion olduğu ərəfələrdə də elə belə oyunların hesabına qalib gəlməyi bacarırdı və La Liqanı qazanırdı. Çünki La Liqa əslində El Clasico'da qazanılmır. Bunu hamımız bilirik. Xırda oyunlarda qazanılır. Amma nəysə, əsas odur ki, Getafe layiqincə 2 qırmızısını aldı. Bu mənim üçün əsas məqamdır. Çünki adətən Getafe qırmızı almır və ümumiyyətlə Realın rəqibləri qırmızı almır. Amma bu oyunda bu maraqlı bir məqam idi. Juventus'un oyunda isə mərkəzi görüş olsa da əlbəttə ki, mərkəzi görüş adını ala bilmədi. Adına görə ala bildi, amma oyununa görə almadı. Çünki daha maraqlı oyunlar var idi və Juventus'un qapıçı Di Gregorio da Elvinlə danışanda biz dedik ki, Di Gregorio bir yayda bizə qarşı möhtəşəm oynadı, 9 xal yığdı, indi də 9-2 yığdı. Di Gregorio olmadığı halda əlbəttə ki, Juventus daha çox problem yaşayacaqdı. Bu qədər deyiləcəm. Juventus'un oyunu bağlayacağım bu qədər. Yetəri qədər imkanlar qazandıq yenə. Həmin oyunda da yetəri qədər imkanlar. Mənim sadəcə çox son oyunlarda belə deyək, ümidləndirən vəziyyətlərdən biri də odur ki, komanda real qol şansları artıq daha çox yaradır. Ötən ilə nəzərən real qol şansları bu il daha çox yaradırıq. Mənə elə gəlir ki, bu da yavaş-yavaş öz faydasını verəcək. İndi hələ ki, bəzi son anlarda alınmır, amma bu da düzəlsə, yəni dediyim kimi, bizim əsas qol silahımız bu dəqiqə Mbappé'dir. Mbappé'nin son zərbələri biraz daha dəqiq olsa, daha iri hesablı qələbələr görəcəyik. Real Madrid halal. Juventus var ki, oyun ümumiyyətlə Real Juventus'a qarşı Getafe ilə fərqi o idi ki, bunun sözünə qüvvət. Biri Getafe idi, biri Juventus idi. Sadəcə oyunçu fərqləri də var idi, əlbəttə ki. Keyfiyyət. Məsələn də Real oynayır, hücuma gedir və müdafiə yaddan çıxar. Vlahovic o momenti biraz normal oyuncu olsaydı, biraz normal oyuncu, onu qol vuracaqdı. Biraz daha Mbappé də biraz dəqiq olsa Lətif demişkən. İndi o heçdən də razıyam. Ballon d'Or qazanardı. İbrahim Ciyasa mən yenə o birisi podkastda dedim, indi də deyəcəm ki, qırmızı görmüşəm. Qırmızı var idi. Verilmədi. Qırmızı var idi da indi. Qırmızı və verilməyən qərarlara görə biz əsas. Bir şey deyim. Juventus'la oyunda indi hər nə qədər olsa Juventus'da məhəllə klubu deyil. O 1-2 hücum olmalıdır. Qəşəng hücumlar da var idi. Courtois da özünü göstərməli idi. Yaxşı tərəfdən ki, bunu da elədi. Amma keyfi köhnə Juventus deyildi. Əsl bir oyun görərdi. Nəticə haqqında danışmışkən elə əsas məqam odur ki, Real bu oyunda da qələbəsini qazandı və 9 xalla 3-cü turdan sonra yoluna davam edən bir neçə klubdan biridir. 9 xal. Biri də Qarabağ təsvir olsun ki, artıq bu kruqda deyil, biraz kruqdan kənarlaşdırdılar, amma bana görə axırın olacaq. Təbrik edirik Çempionlar Liqasında hər bir Madridistanı belə möhtəşəm nəticə ilə və keçək podkastımızın necə deyirlər aşına. Real Madrid halal. Bəli, keçirik El Clasico'nun müzakirəsinə. Burada artıq avtobuslardan və müdafiə futbolundan danışmaq lazım olmayacaq. İlk öncə kolleqalarımın icazəsi ilə 2 vacib məqama bildirim ən əvvəldən. Çünki bu həm Real düşərgəsinə, həm Barcelona düşərgəsinə aid bir şeydir. 20 ildir ki, El Clasico'lara baxıram. Uşaqlıqdan, hal-hazırda 29 yaşım var, rahat bir 9-10 yaşından El Clasico'lar görürəm. Fərqli nəticələr görmüşəm. Real'ın dominant futbolu, Barcelona'nın dominant futbolu, nə bilim, böyük hesablı darmadağınlar, hətta yersiz El Clasico'lar görmüşəm, hansı ki 0-0 hesabı ilə qutarıb. Hər şey görmüşük də bu El Clasico. Mənə həmişə qələbə olsun, məğlubiyyət olsun, əlbəttə ki, mən Real zikeşi olaraq və siz də Real zikeşi olaraq biz Real'ın qələbəsini istəyirik, amma nəticədən asılı olmayaraq mənə azərkeşlərin reaksiyası aldı ki,
o və ya bu epizoda necə reaksiya verəcəklər. Və əlbəttə ki, burada qabaq plana çıxır qeyri-adekvat azarkeşlər. Çünki biz bilirik ki, həm Real düşərgəsində, həm Barselona düşərgəsində qeyri-adekvat azarkeş sayı az deyil. Düzdür, adekvatlar da can qurban, onlar da çoxdur, amma yenə də qeyri-adekvatlar borc bilir ki, oyun qutaran kimi nəsə yazsınlar da sosial şəbəkələrdə və s. Və buna dair də onların da səbəbləri var idi. Nəyə görə? Çünki Barselona düşərgəsində iki vacib məqamı bildirə bilərik. Bir, onların zədələri ki, onların zədələsi bu dəfə bizim komandanın zədəsindən daha çox idi. İki də Yamalın boş-boş oyundan qabaq danışması. Birinci məqam, Barselona, indi Real tərəfdə kim zədələydi o ki, Rüdiger və Alaba, hansı ki Rüdiger artıq öyrəşmişik, mövsüm əvvəlində yoxdur və əsas odur ki, demişdik ki, böyük ehtimalla ehtiyat oyunçusu olacaq. Əsas odur ki, Xabi Alonso buna öyrəşib və Alaba hansı ki, prosta Fərmanın dostudur deyənə, yəni Realda oynayır. Fakt bu qədər sadə. Böyük itki sayılmır. Barselona düşərgəsində bir siyahıya baxdım ki, kim oynamır. İndi Barselona azkeşlər bəlkə də məni linçləyəcək ki, mən düz demirəm. Amma gəl razılaşaq. Əgər söhbət start heyətdən gedirsə, Barselona zədəli olan və oyuna start heyətə çıxmayan yeganə oyunçu Rafinha idi. Hansı ki, bu faktiki itkidir. Bunu heç kim inkar edə bilməz. Gavi artıq 2 ildir ki, stabil oynamır. 23-cü ildə qırılandan sonra. Nə bilim, Lewandowski, uşaqlar, bax, biz rəqib komanda azkeşiyik də. Vallahi Ferran Torres bizə görə, sizə görə, yəni bu komik bir personaj ola bilər. Bizə görə Ferran Lewandowski'dən, hal-hazırki Lewandowski'dən qat-qat daha təhlükəli hücumçudur. Çünki 10 yaş cavandır, daha sürətlidir, bir neçə pozisiyada oynaya bilər. Vuran ayağı da var özü futbolda. Vuran ayağı da var. Lewandowski ona baxanda mənə görə daha az təhlükəli görsənir. Bu da itki sayılır, amma yenə də Ferran Torres onu əvəz edə bilir hardasa. Ki bunu eyni zamanda Şesna haqqında danışa bilərik. Ki Şesna da bəlkə də Barselona keçdilər özləri fikirləşirlər ki, Şesna bizim zəif nöqtəmiz olacaq. Şesna axırda 9.2 yığır və penalti qaytarı 9 dənə seyv edir. Ən güclü tərəflərindən biri elə Şesna idi komandanın. Ən yaxşısı idi komandanın. Hə, bəli. Və mənə sadəcə maraqlı olan odur ki, qayıdırıq qeyri-adekvat məsələsinə. Keçən il, düzdür, biz 4 dəfə El Clasico'da məğlub olduq və bunu bütün, yəni texnikadan eşidirdik ki, mikrovalnovkadan o səslər çıxırdı, xaladenikdən o səslər çıxırdı ki, 4 dəfə utduq. Bəs biz keçən il deyəndə ki, bizim müdafiəmiz, formsuzluq idi o öz yerində, amma müdafiəmizdən heç biri stabil oynamır və hamısı zədəlidir. Biz hansız El Clasico'larda Fran Garcia, Asensio, Tchouaméni və Vazquez dörtlüyündə çıxırdıq. Vazquez elə bir müdafiəçidir ki, heç müdafiəçi deyil ilk öncə. İkincisi də ki, Flickə keçən mövsüm Rafinha'ya heç taktika izah eləməyə ehtiyacı yox idi. Çıxıb deyirdi ki, Rafinha, get məhv elə, zəhmət olmasa Vazquez'i və nəticə bizim cibimizdədir. Bəlkə də bizdə indiki müdafiə və yaxud da biraz normal müdafiə olsaydı, biz son ilk El Clasico'nu keçən mövsüm bəlkə də uduzmazdıq. O 2-3-ü və 4-3-ü. Biz bunu deyən başa-baş gedirdi və Barselona'nın əsas problemləri hücumda olmasına baxmırıq burada. Bu yaxşıdır, nəinki müdafiədə problem yaşayasın. Çünki müdafiədə sən problem yaşayırsan, sənin bütün oyunlar strukturun müdafiədən başlayır axı. Strukturu pozulur və sən xaos yaşayırsan. Yenə də bildirəm, niyə görə biz bunu keçən mövsüm deyəndə bu bəhanə idi? Amma indi məsəl üçün Barselonada bir neçə futbolçunun və ümumiyyətlə start heyətə cəmi bir futbolçunun zədəli olması bu arqumentdir. Bu birinci məqam. İkinci məqam, əlbəttə ki, Yamal haqqında danışmaya bilmərik. Yamal'i bir aparıcı var idi orada bir verilişdə İspaniyada. Bax, belə barmağı ətrafına fırlatdı, uşaq kimi Yamal'i. Ondan elə sözlər aldırdı ki, yəni bu bir bomba idi də. Show bir istəyən ki, orada Media Liga var və Pique'nin Media Ligasıdır. Orada aparıcı elə bir sualı verdi ki, Yamal məcbur qaldı ki, desin ki, bəlkə heç özü də tutmamışdı söhbəti ki, Real oğruların komandası, oğruyurlar, sonra ağlayırlar. Amma məni toxunduran məqam o deyildi. Məni toxunduran məqam o idi ki, Yamal belə oturub deyildi. Bernabeu-da oynamaq o qədər də çətin deyil. Onsuz da keçən il necə olmuşdu? 4-0 vurmuşdu da deyəsən. Məsələ ondan ibarətdir ki, digər məqam, yenə qeyri-adekvatlara qayıdıram. Dani Carvajal oyundan sonra sadəcə belə eləyəndə, Carvajal axı gedib Yamal'ı gedib aparmırdı döyməyə, ya da nəsə izah eləmirdi, nə bir şey eləmirdi. Belə elədi. Yamal da artıq bilirdi ki, onu oyundan sonra bu gözləyir. Əgər uduzsalar, bilirsən, futbolun reallığı budur da, sən çox danışıb qələbə qazanırsansa, sən bomba oğlansan, sən alfasan, dominantsan, deyirsən və eləyirsən. Amma sən deyib eləyəməyəndə, sən çıxsan fuflo. Sadəcə bir məqam bizə nədən ibarətdir, məni maraqlandıran. De Jong deyəndə ki, bəs Carvajal onun milli komandada yoldaşıdır. Ona izah etməlidir, məsəl üçün SMS-lə izah edə bilərdi və yaxud da tribuna altında orada gedişdə koridorda izah edə bilərdi. Mənə görə bu çox fuflo söhbətdir. Nəyə görə? Birinci məqam, Vinicius bunu eləsəydi və eyni şey Barcelona oyunçuları eləsəydi oyundan sonra, Barcelona demək olar ki, bütün azarkeşləri öz oyunçularına haqq verərdilər ki, hə, gedin Vinicius'u
İtəliyir, söz deyin və s. və axır. İndi niyə biz eyni şey edə bilmirik? Bu böyük bir sualdır. Niyə görə Karvaxal Yamalın bu sözlərinə dözməlidir? Bu ikinci sualdır. Yamal özü bəs fikirləşmirdi kimi Real Madrid, düzdür, Real Madrid oyunçularını söymədi ki, Real'ı söyürdü, Real haqqında pis danışırdı. Amma bu bilsən nəyə söhbət oxşuyur? Gəl mən sənə evə girim, sənə iş eləməyin, amma təbii ehtiyacımı sənin xalçanın üstündə şey eləyim də. O da eyni söhbətdir. Mən sənə demirəm ki, prosta evində işimi görürəm də. Eyni söhbətdir. Prosta məsələ ondan ibarətdir ki, Karvaxal gedib Yamala nəyisə izah etməli deyil, tərbiyə etməli deyil. Buna etməli olan onun əhatəsidir ki, Yamalın əhatəsi kimdir? Atası özündən 5 betər dılğır, hansı ki, oyundan bir gün qabaq TikTokda canlı açır ki, mən burada nə bilim, kotlet pişirirəm, mənim oğlum orada reallı pişirir. Dalbendi də, bilin Dalbendi. İkincisi də ki, bəlkə Laporta bilin ağıllı prezidentdir ki, ona nəsə izah eləsin, onu tərbiyə eləsin. Laporta ümumiyyətlə o El Clasico həftəsində 2 dəfə biabır oldu. Bir dəfə dedi ki, Villarreal Barcelona maçı maya bir keçiriləcək, Real heç nə elə bilməz. Növbəti gün oyun ləğv olunur. Oyundan qabaqda söz verir kulislərə ki, uşaqlar mən sizə söz verirəm ki, Barcelona sağlam qələbə qazanacaq. Kim ona izah eləməli? Özü qol vuracaq. Özü qol vuracaq. Amma onlardan da çox məni hissəldirən Flickdir ki, mən Flicka çox böyük hörmət edirəm. Çünki boxdan kontent düzəldib, ləzzətli bir komanda düzəldib. Və bunu demək olar ki, öz disiplini əsasında eləyib də. Amma niyə görə Flickin disiplini gedib Yamala çatmır? Ki, Yamalisdə söhbəti, keçən həftə söhbət gedir ki, hər kəs gecikəndə, kimsə gecikəndə. Flickin özünə paylaşdı ki, Flickin özü də hörmətsiz adamdır. Flickin özünü paylaşmağı o bilsən emosiya ilə qapanmaqdır, amma bir məqam da var ki, Flick 1 saniyə belə gecikən adamı start heyətə buraxmır. Yamal 2 dəfə gecikib məşqə, Klasikodan qabaq. Bütün oyunları o startda buraxıb, çünki Laporta tapşırıb ki, dəymədə, o birdən-birə çıxıb gedəcək, bir şey eləyəcək, ulduzumuzdur və s. Yəni Flickin disiplini bura qədərdir. Və heç kim gedib Rafinha onu bəlkə izah eləmir. Nə bilim, Pique ona izah eləmir. Pique nə idi ay Allah? Lewandowski ona izah eləmir. Gəlib Karvaxala bu qalır və Karvaxal ilə tənqid edirlər ki, niyə gedib Yamala söz deyirsən? Bilirsən məsələ nədir Abdul? Çox maraqlı. Bizi izləyənlər arasında 100% rəqibin azarkeşləri olacaq. Amma bir kəlmə deyəcəm, heç kimin xətrinə dəyməsin, çünki biz bunu azarkeşə demirik. Bu birbaşa kluba aiddir. Klubun rəhbərliyinə və bundan əvvəlki də rəhbərliyinə və indiki heyətinə və bundan əvvəlki heyətinə də. Sadəcə havasından, suyundandır, başqa heç nə. Yəni, bu günə qədər mən, belə deyim, 20 ildən artıqdır ki, artıq Real Madrid'də, belə deyim, azarkeşlik edirəm. Bir 15 ildir də diqqətlə, belə deyim də, yaşıma görə diqqətlə oyunları izləyə bilirəm. Barcelona həmişə belə olub. Biz həmişə elit yanaşmağa çalışmışıq. Real Madrid'də həmişə elit yanaşmalı olub məsələlərə. Əvvəlcədən danışmamalıdır, əvvəlcədən hər hansısa bir iddialı açıqlama verməməlidir. Verəndə media tərəfindən, öz azarkeşi tərəfindən belə hətta linç olunur ki, yəni sən, misal üçün, niyə görə oyundan əvvəl bu tipli açıqlama versən, Real Madrid'in futbolçusa bu tip açıqlama verməməlisən. Amma Barcelona futbolçusu bu açıqlamanı verəndə son dərəcə normal qarşılanır. Hətta belə deyim, bunda qəbahət belə görünmür. Çünki azadlıq prinsipidir. Azadlıq prinsipi ki, biz azadıq. Biz, prezidentimiz, mən atam. Mən ona görə deyəm ki, havasından, suyundandır qardaş. Amma mən sizə bir şey deyim, Yamal bu sözlərini tək özünə yox, bütün komandaya zərər verdi ki, motivasiya verdi kluba. Rəqibə də motivasiya verdi. Bu çox bəlli bir söhbətdir. İkincisi də ki, əslində o qədər də problemli olmayan Barcelonanın, yəni o qədər problemi olmayan Barcelonanın gözünə çoxdur da hər kəs ki, əslində bizim problemimiz çoxdur. Halbuki elə deyil əslində. Barcelonada o qədər çox problem yoxdur. Barcelona pis getmir. İndi 5 xal fərq var, başa düşürəm, çempion qazanır, nəticə qazanır. PSG uduzub da, PSG kim uduzmayıb ki, son 1 ildə, 2 ildə. Nə bilim, Fərman mənfi tərəflərdən danışmaq istəyir. Biz də güya ki, sərdən müsbət tərəflərdən danışırıq. Biz də mənfi danışırıq. Bir şey deyim, estafetə ötürəcəm Fərmana. Oyun sonrası o qələbə sevinci ola bilər bizim azarkeşlərə də biraz maraqlı gəlsin ki, biz Çempionlar Liqasının çempionluğunda demək olar bu səviyyədə sevinmirik. Niyə görə Barcelona oyunundan sonra bu dərəcədə sevindi? Adi La Liga oyunu kimi qarşılamaq lazımdır. Xeyr. Oyundan əvvəl o qədər iddialı açıqlamadan sonra qarşımızdakı insanlardır, robotlar deyil. Bunların da hissiyatları var. Bunlar oyuna o qədər emosional yanaşırlar ki, o bir nöqtədə partlamalıydı. Bu da oyunun sonuydu. Sonuna gözlədilər özlərini və layiqli rəqibə cavabı verəndən sonra da... Mən belə bir şeylərə xoşuma gəlmir, Üstad Fərman bilirəm. Xoşuma gəlmir, amma bu dəfə mən bütün oyunculara və hətta bizim adekvat və qeyri-adekvat azarkeşlərimizə haqq verirəm. Nəyə görə? Çünki Yamal demişdi ki, keçən mövzu yazımızda da özü öz ağzı ilə dedi də, məni məğlub eləyin, sonra danışın. Məğlub elədik, danışırıq. Buyur Fərman.
Mən indi futboldan kənar heç nədən danışmayacağam. Nə oldu, nə olmadı, hamı bilir, hamı da qəşəng hər şey başa düşür. O komandanın prezidenti ki, çıxıb oyundan əvvəl deyir ki, biz udacağıq və sizə söz verirəm. Demir, biz Allah qoysa, pulunu alıb, mağazin zat edir. Yaxşı oyun göstərəcək udar. Mən söz verirəm, mən o klubdan danışmaq istəmirəm. Mən sırf futboldan danışacağam. Futbolda mən Real'a baxandan bəlkə 2001, 2002-dən Real'a baxıram. O vaxtlar belə yox idi, hər həftə baxmaq, qazet, mazet nə isə. Bu Barcelona bir xüsusiyyəti var ki, Real zəif olanda və yaxud da ki oyunları gedəndə 6-sını da vurub. Neçə dəfələrdən 5-ini vurub, 4-ünü vurub. Bu Real Barcelona zəif olanda niyə bu 5-in 6-sını vura bilmir ki? Mən o hirsləndirir ki, sən bu oyun onlara 6-sını rahat vurmalıydın. Rahat abi. Çünki nəyə görə? Bunların ən böyük müdafiəçisi Inigo Martinez mövsüm əvvəli getdi. Və onunla da görsətdi ki, Barcelona müdafiəsi Inigo Martinezin üstündə qurulmuşdu. Nə Kubarsi, nə Araujo və yaxud da ki biri də var. Eric Garcia, əfsanə. Eric Garcia başı futbolçu deyil. Əfsanə madridist. O yaxşı futbolçu olsaydı, onu ömür boyu Guardiola heç yerə buraxmazdı. Özü pulsuz. Ferran Torres bu arada. Ferran Torres də ona görə buraxdı. Gəldi bir il oynatdı, gör ki, oyunçu deyil, daha yaxşı yol çıxdı. Demək istəyirəm ki, vur da bu 5-in vur. Mbappé, bugün statistikaya baxdım ki, Harry Kane 47% öz şanslarından yararlanır. 42, üzr istəyirəm. Mbappé 17%. Biabırçılıqdır. 2 podkast bundan qabaq demişdim. Mən dediyim sizə. Vurur. Elə yerlərdə qol vurur ki, sən onu gözləmirsən. Heç nədən, məsələn, birinci qol vuruldu, offside sayıldı. Amma orada heç offside yox idi. Ona ayıb idi offside vermək. Başa Butsumun böyrü düşürdü. Penalti epizodunda penalti var idi, yox idi sizə görə. Vinicius penalti. Birinci dəqiqədə olan Vinicius epizodu mən hesab edirəm ki, penalti deyil. Amma verilmədi, can sağ olsun. Mənə görə də penalti. Yox, məncə penalti. İspaniya futbolu üçün normal bir hal. Yox, çünki nə üçün? Bu ayağını belə deyək, Vinicius ayağını qabağına qoyanda o nə topa dəyər, nə Vinicius heç nə eləmir də. Hər halda Vinicius topu ayağını topa başa düşdündə sən də vuranda bunun ayağından vurursan. Sən ayağı bax imin ayağının qarşısına qoyursan, hər halda zərbənin qarşısına ayaqla alırsan. Topa toxunuş yoxdur. Məsələn, heç kim ona penal demədi. Heç bir mütəxəssis. Mən hər yerdə oxudum, dedilər ki, penal yoxdur. Bu arada Carvajal epizodu heç kim penal demədi. O da penal yox idi. Araujo belinə çiyini ilə belə itələnmişdi, ona da heç kim penal vermir. Arkeo var, ümumiyyətlə dedi ki, oyunda heç bir səhv olmadı. Fakt, o da. Sən Mbappé-sən də, ki bir komandan odur, penal qazanmısan. O penalı niyə vura bilmirsən axı sən? Yox, ona... Hansı bu mövsüm hamısı Yox, olmayanda olmalı deyil. Sən Mbappé-sən, sən 180 milyon, sən Yamal deyilsən, 18 yaşın olsun. Sənin 26 yaşın var, sən dünya çempionusan. Sən onu vurmalı, dünya çempionu Materazzi kimi dünya çempionu deyilsən, nə adın var, özün yoxsan da və yaxud da ki, nə bilim, şey kimi, Victor Valdes kimi sən döyə-döyə dünya çempionu. Hə, Victor Valdes kimi dünya çempionu deyilsən də, üçüncü qapçı oturmusan, gəlib deyirsən ki, mən dünya çempionu. Sən Fransanı 2018-də daşıyıb finalacan çatdırıb çempion edən oyunçusan. Sən durub onu vurmalısan. Özü hamı bilir ki, Mbappé sola vurur. Sən finalda 22-də Martinez 2 dənə penal vurdun. Özə necə möhtəşəm penallar vurdun da. Sola vurdu, amma göstərə vurdu da. Sən qüvvəyə, gücünə inandı da, öz zərbəsinin gücünə inandı. Burada elə Carreras qəşəng oynadı. Sən deyirsən ki, bizdə heyətdə problem yox idi ki, Carvajal ilə Trent yox idi. Yox, Carvajal ilə Trent'i buraxmamaq Xabi Alonso seçimi. Necə ki, Araujo'nu buraxmaq Flick'in seçimi. O risk idi. Sən böyük Trent daha çox risk idi, görünürdü ki, Trent daha çox risk idi. Carvajal zədələndə riski. Carvajal bəli, 3 aylıq getdi elə diz qapağının boşluğuna görə. Burada buyur, üzr istəyirəm, amma ki belə oyunlarda sən görürsənsə oyunun gedir, vur da dalını da gətir. Sən onu eləsən məsələn deyirəm də, nə bilim Villarreal, nə bilim Valencia zat, deyərəm cəhənnəmdə 2-1 utdun, 3-1 utdun, mənə nəfər. Barcelonadır. 6-sını vur, 7-sini vur. Onları biabır eləmək lazımdır. Fərman, mən səndən bax necə, məsələ nədir? Bax, keçən il 4 dəfə Barcelona bizi məğlub etdi. Mən keçən həftəyə qədər və hələ də bunu eşidirəm. Hələ də kimsə yazır ki, 40 gün, 40 gecə Real keçləri, bəs sevinəcək falan 5 gün. Niyə sevinməyir? Ay kişi,
24-cü ildə 4 dəfə udmuşuq, 20-ci ildə 5 dəfə daha udmuşuq. Bizi 3 gün sonra biz unutmuşuq bu məsələni. Məsələn, indi ikinci gündür. Biz 2 gün sonra, oyundan 2 gün sonra podkast çəkirik də. Sağ ol, mən o El Clasico məsələsini unudacağam. Çünki bu Valensiya var. Artıq onu köklənmək lazımdır. İndi bu mentalitet, sən dediyin mentalitet məsələsidir. Nəysə, bir çox məqam var. Mən artıq futboldan kənar məsələ danışmaq istəmirəm. İndi hər yerdə TikTokda videoları paylaşdırır ki, güya Real nə uda bilir, nə uduza bilir, özü normalını aparmır. Barcelona o Nareskalarıdır ki, oyunçulara kömək eləyir, Vinicius ayağa qalxmağa. Bir saat mənə verin, elə bir eybəcər Nareska yığaram sizə ki, Fermi çempion ondan sonra keçən klub avtobusunun üstündə qışqırmırdı. Real elədi, Real belədir. Real yox idi ortalıqda. Prosta öz çempionluğunu qeyd edirdilər. Hər ondan sonra az açıqlamalar verir futbolçulara. Yamanın storyləri falan da belə. Boş-boş elə çoxdur. Nəysə, bunu hər iki düşərgə edə bilər. Bunun üçün qeyri-adekvat azarkeşlər var. Mən Xabi Alonsonu biraz axırda tərifləmək istəyirəm. Xabi Alonsonu gözləmirdim. Oyundan qabaq dedim ki, bu yenə nəsə uydurub özündən. Çünki 5 dənə oyun udur, sonra 6-cı oyun vacib oyun olur. Gedir ağzına gələn taktika qurur, ucuz, biabırçılı vəziyyətdə. Gözləmirdim. Kamavinga'dan bunu gözləmirdim. Ümumiyyətlə Xabi Alonsonun fikri ki, mən Barcelona'ya çəkəcəm, bütün müdafiəmi çəkəcəm Rashford tərəfə ki, komanda məcburi mən istədiyim kimi Yamalın üstündə oynasın və Yamal Carreras'dan hər zaman təkbətək qalsın. Çünki fikir verdinizsə, daimi Carreras'dan Yamal təkbətək idi. Sadəcə Carreras'ı marka elədi, konkret şeyin üstünə, markaj dilindən deyilən Yamalın üstünə, işdə onunla təkbətək. Şamilin təkbətək necə oynadı ümumiyyətlə Real və ümumiyyətlə bu, mən tutmadım, Kamavinga sağda oynayırdı, sonra Bellingham sağda oynayırdı, tutmurdum Semana həqiqətən. Sonra tutdum ki, Birləşdən ora gedirlər, Birləşdən ora gedirlər ki, bax boşdur, Yamal tərəf boşdur, ora pas verir. Xabi Alonso elə bir taktika qurdu ki, rəqibin ən əsas oyuncusu sadəcə gülünc vəziyyətə düşürdü və nəyə görə 7 xal yığdı həm onun Carreras, çünki topu hər dəfə qəbul edən Yamala daxil boşluq verirlərdi bilərəkdən, sonra da topu əlindən alırdı. Bu möhtəşəm bir məqam idi və ümumiyyətlə komandanın təkə-tək oynaması, pressingdə qardaşımda, Vinicius'la Mbappe belə pressing edirsə oyunda, yəni burada deyiləsi bir şey yoxdur. Kamavinga isə bu pressingin bu oyunda atası idi. Həqiqətən biz Kamavinga hesabında nə qədər pressingdən çıxdıq, söhbət belə gedə bilməz. Möhtəşəm. Militao və Sarı həmçinin qısaca Vinicius haqqında danışaq. 72-ci dəqiqədə əvəzlədi onu Xabi Alonso və qışqıra-qışqıra ki, mən bu klubdan gedəcəm, klubdan gərək gedim, gərək gedərdim falan. Bu emosiyalardır. İndi bilirsən də buraxıblar 2-3 gündə deyir, gəz, 3-cü gün oturub danışarıq. İndi sabah gedib danışmalıdır. Yox, o nə uşaqlıq deyirsən. Elə oyunçunu satmaq lazımdır bir mənalı. Mən yaydan demişəm. Elə oyunçunu saxlamaq olmaz. Sən o deməli Alonsonun amma oynayır da indi. Oynasın da gözüm aydın oynasın. Rodrigo belə oynamır da. Rodrigo mən daha çox bəyənirəm, o fakt oynamır da. Vinicius olmayacaq, başqası olacaq. Oyunçu yoxdur dünyada. Messi getdi Barcelona 1 il oynaya bilir. Ronaldo Realdan gəlib. Vinicius getsə nə olacaq? Mən burada biraz, mən sənə tamamilə razıyam. Burada biraz Viniciusun tərəfini saxlamaq istəyirəm. Çünki 2 dəfə Barcelonada geri qayıtmaq şansı oldu. Birində Mbappe penaltı vurmayanda. İkincidə də Vinicius meydana gedəndə. Çünki Vinicius meydana gedən kimi Barcelona sıxdı. Yarım saat. Vinicius o özü idi, amma Vinicius meydana gedən kimi Kunde başladı qabağa qaçmağa. Zidane məhv eləmişdi Vinicius oyunda. Kunde 5-8 yığdı. Neydi? Sabrani Kastan təzə qiyməti oldu Kunde. Zidane mən sənə razıyam. Onu eləyə bilməz amma Zidane məhv eləmişdi Vinicius. Zidane olsaydı məşqçi və yaxud da köhnə bir Zidane Vinicius o 72-ci dəqiqədə çıxartmayacaq. Vinicius ömür boyu ona qarşı elə şey. Çıxartmayacaq ona görə də çıxartsaydı belə eləyə bilmir. Çünki ortada sən fiqura var da, Zidane boyda fiqura. Alonso onun gözündə o deyil. Xabi Alonso ümumiyyətlə bu psixoloji məqamlarda, mənəvi məqamlarda biraz zəif olmasını mən hiss edirəm. Fərdi günahıdır. Niyə görə? Ancelotti o volyanı bütün oyunçulara vermişdi. Günah deyəndə ki, o onun stilistikasıdır. Biz 30 il məşqçi olan adamı belə bir şey deyə mən verməm. Yox, başa düşürəm. Günah olmayanda ki, o onları elə öyrədib. Yox, Vinicius qeyri-peşəkarlıq elədi, o olmamalı idi. Olmamalı idi. Problemin varsa, onu orada göstərmə. Çıx, sonradan bu həqiqi, bu o söhbət. Carvajal elə meydanda da Yamala danışmalı idi, amma bu söhbətdə mən razıyam ki, Vinicius bu komanda içidir. Bu tam başqa fərqli şeydir. Bu rəqib artıq deyil. Amma ki, ortada bir dənə Mendes incidi Carreras'dan ki, mənim əlimdən aldı. Yamal mənci bilməz. Nəysə, gəlin hər halda gəlin pozitiv yönləmdə yekunlaşdıraq məsələni. İlk öncə sevindim ki, belə möhtəşəm bir qələbə qazandıq. Sevindim ki, hər bir dominant, zat boş. Qardaş, çox döyüşkən bir oyun oldu. Həqiqətən bizim oyunçularımıza Yamala salı düşür ki, bu qədər motivasiya verir. O zaman motivasiyalıdırlar.
bu dərəcədə motivasiya verməsi vəbşi yerinə düşdü və fan klub isə necə gəldi Paulaniyada, gəldi bizimlə birlikdə azarkeşlik elədi bu komandaya. Bu videoları, şəkilləri ən yaxın zamanda bizim bütün sosial şəbəkələrimizdə görəcəksiniz. Ümumiyyətlə bizim sosial şəbəkələrə abunə olun. Aşağıda bütün linklər qeyd olunub və El Clasico haqqında öz fikirlərinizi yazın ki, gələn Valensiyadan sonra və mən başa düşürəm ki, Valensiya Çempionlar Liqasıdır. Valensiya Liverpool dubletindən sonra biz sizin şərhlərinizi oxuyaq. Möhtəşəm bir gün idi, həqiqətən. Yaxşı bir gün idi. Çox sağ olun ki, əsas odur ki, izləmədə qalın. Hala Madrid.